Xoş gördük sizi əziz dostlar. Bu günlər sizinlə birlikdə oruc və Allaha yaxınlıqla bağlı bəzi praktiki məqamlar barədə danışmaq istəyirəm. Heç olub ki, dua etmisiniz, amma sanki heç nə dəyişilmir həyatınızda. Sən Allaha üz tutursan, dua edirsən, amma özünü ruhən yorğun və ilişmiş kimi hiss edirsən. Bəlkə də özünə belə deyirsən ki, mən daha nə edə bilərəm? Dostlar, bəlkə də cavab daha çox iş görməkdə deyil. Bəlkə də cavab Allaha daha yaxın olmaqdadır. Bu günləri biz oruc barədə danışacağıq, amma bir dini ritual kimi yox. Allaha yaxınlaşmaq üçün ruhani bir intizam kimi. Nədir oruc və nə deyil? Əvvəlcə bunu aydın şəkildə deyək ki, oruc xilas üçün deyil. Oruc Allahdan nəsə qazanmaq üçün deyil. Müqəddəs yazı açıq şəkildə deyir ki, biz yalnız iman vasitəsilə Allahın lütfü ilə xilas oluruq. Oruc isə artıq iman edən insanın həyatında Allahla yaxınlığını dərinləşdirmək üçün bir vasitədir. Oruc fiziki aclığı ruhani aclıqla əvəz etməkdir. Elə bil sən deyirsən ki, ya Rəbb, sən mənim üçün yeməkdən də, rahatlıqdan da, əyləncədən də önəmlisən. Müqəddəs kitabda biz görürük ki, imanlılar orucu Allahı daha dərindən axtarmaq üçün istifadə edirdilər. Məsəl üçün, Matta müjdəsinin 4-cü fəslinin 1-ci, 2-ci ayələrində biz görürük ki, İsa xidmətinə başlamazdan əvvəl oruc tutdu. Eləcə də Esterin kitabının 4-cü fəslinin 16-cı ayəsində görürük ki, Ester vacib qərar verməmişdən qabaq oruc tutur. Həvarilərin işləri 13-cü fəsil, 2-ci, 3-cü ayələr deyir ki, erkən kilsə mühüm xidmət qərarları öncəsi oruc tuturdu. Bu nümunələr bizə göstərir ki, oruc Allaha yönəlmiş diqqəti artırmaq üçündür. Və oruc nə edir? Oruc Allahı dəyişmir. Oruc bizi dəyişir. Oruc ürəyimizi yumuşaldır. Diqqətimizi yayındıran şeyləri azaldır. Allahın kəlamına və yönləndirməsinə daha həssas edir. Bəzən biz Allaha dua edirik, amma həyatımızda çoxlu səslər var. Oruc bu səsləri azaldır ki, Allahın səsini daha aydın şəkildə eşidə bilək. Orucu tutmağın müxtəlif yolları var, dostlar. Hər kəs öz vəziyyətinə görə seçim edə bilər. Kimsə qısa müddətlik oruç tutur, gün ərzində yalnız su ilə qidalanır, bütün yeməklərdən imtina edir. Sonra qismən oruc var, məsəl üçün sadə qidalar, tərəvəz, meyvə, su, bunlarla qidalanırsan. Yer gəlmişkən Daniel Peyğəmbərin kitabının 10-cu fəslinin 3-cü ayəsində Daniel Peyğəmbər bu cür oruc tuturdu. Sonra ola bilər ki, sən gün ərzində bir və ya bir neçə yeməyi buraxırsan, həmin vaxtı dua və kəlamla keçirirsən və əlbəttə ki, sosial medialar, telefon, televizor və s. yəni səni Allahdan yayındıran bütün şeylərdən uzaq qalaraq oruc tutursan. Oruca necə başlamaq olar, dostlar? Birinci şey bu, ürəyini hazırla. Sadəcə yeməyi dayandırma. Allaha yönəl, dua et. Ya Rəbb, bu müddətdə mənə nə öyrətmək istəyirsən? Qarşına bir məqsəd qoy, bəlkə nə üçünsə xahişin var Allahdan, vəsatət edirsən, istəyin var və bu məqsədi qoyursan qarşına, dua edirsən. Eləcə də əlbəttə ki, gün ərzində və yaxud da bir neçə gün ərzində, neçə gün oruç tutacaqsansa, yeməyi buraxırsan və Allahdan istiqamət axtarırsan. Yeməyi elə bir dua və kəlamla əvəzləyirsən. Əgər dua etmirsənsə, sadəcə yeməkdən imtina eləmirsənsə, bu sadəcə bir diyeta olur onda. Sonra müqəddəs yazılardan oxuya bilərsən. Məsəl üçün, Yeşaya Peyğəmbərin kitabının 58-ci fəsli, 63-cü məzmur, Matta müjdəsinin 6-cı fəsli. Və bunu da deyim ki, bədəninə qayğı göstər. Yəni, su iç, istirahət et. Məqsəd onda deyil ki, sən tükənəsən. Amma Allahla diqqətli vaxt keçirtməkdədir məqsəd. Və eləcə də orucu sakit şəkildə bitirə bilərsən. Yəni, yüngül yeməklə davam edə bilərsən və əsas ruhani həssaslığını qoruyub saxlayırsan, dostlar. Oruc zamanı nə ola bilər? Oruc zamanı sən ola bilər ki, fiziki zəiflik hiss edəsən, amma ruhən daha aydın düşünə biləcəksən. Ürəyində gizli qalan hisslər üzə çıxa bilər. Allah bunları səni qınamaq üçün yox, səni dəyişmək üçün göstərir. Və diqqət ediləcək məqamlar nə ola bilər? Birincisi, orucu insanlara göstərmək üçün etmirik biz, dostlar. Matta müjdəsinin 6-cı fəsli 16-dan 18-ə qədər bunu bildirir. Dua və kəlam olmadan oruc tutma. Özünə qarşı sərt olma.
sağlamlıq problemin varsa müdrik davranın. Orucun eləcə də xeyir duası var. Bunun barədə demək istəyirəm. Yeşaya Peyğəmbərin kitabının 58-ci fəslinin 8-ci ayəsində. Ümumiyyətlə o fəsil və 8-ə qədər olan deməli ayələr oruc barədə gözəl parçadır. Amma 8-ci ayədə görün nədir? Deyir ki, onda nurunuz şəfəq kimi saçacaq. Tezliklə şəfa tapacaqsınız. Qarşınızda salihliyiniz gedəcək. Rəbbin izzəti sizə arxa olacaq. Oruc tutanda imanlı həyatında tez-tez bu şeyləri görür. Daha aydın düşüncə yaranır. Allahın iradəsini daha yaxşı şəkildə anlaya bilirsən. Daxilən sülhün olur. Allahla yaxınlığın olur. Amma unutma, oruc Allahı məcbur edən bir düymə deyil. Oruc səni Allahın işinə daha açıq vəziyyətə gətirir. Və nəticə olaraq nə deyə bilərəm? Haradan, nədən başlamaq olar? Birincisi, bunu deyim ki, sadəcə imanla başla. Gündə bir və ya bir neçə dəfə yeməyi burax. Çalış həmin gün ərzində sosial mediadan uzaq olasan. Məqsəd əlbəttə mükəmməllik deyil. Ola bilər ki, sən nədəsə səhv edəcəksən. Məqsəd Allaha yaxınlıqdır. Hər acılıq hissi sənə qoy bunu xatırlatsın ki, ya Rəbb, mənim həqiqi ehtiyacım sənsən. Və son olaraq bunu deyim ki, əgər sən Allahla yaxınlaşmaq istəyirsənsə, Allaha yaxın olmaq istəyirsənsə, ilk addımını at. İmanla oruç tut. Səmimi ürəklə dua et. Və Allahın səni necə yönləndirdiyini müşahidə et. Çünki oruc sənin prioritetlərini yeniləndirir, ürəyini oyadır və səni Allahla daha dərin əlaqəyə gətirir. Tanrı sənə xeyir dua versin.